Değerli izləyicilər, bir öncə sizi salamlayıram. Bugün biz 2 pasiyenti əməliyyat edəcəyik və bir pasiyentin bir xəstəlik tarixçəsi haqqında məlumat verdim. Demək, Məmmədova Məqsədi xanım qalxanmalı vəzin hər iki bayında böyük ölçülü düyünlər var və burada sizdə təsadüfi aşılanmışsınız da bu gün. Təsadüf müayinə zamanı aşılanmış böyük bir əməliyyat müddətində belə boğulma, sıxılma əlamətləri olmayacaq. Amma estetik olaraq hiss olunur, görünüşdə var. Bəs yatan yerində boğulma olmuş sizdə. Və indi pasiyenti əməliyyata götürürük. Qorxmursunuz ki? Rahatsınız. Növbəti pasiyent nə idi? Eltindir. Eltindir. Musayib və Vəfa xanım. Rahat, sizdə nə idi şikayət? Sizdə boğulma var idi. Nə qədər vaxtlı boğulma əlamətləri var sizdə? İl yarımı boğulma əlamətləri var. Elə başqa narahatçılıq olmuyor ki, ancaq boğulma olur. Sizdə də çünki Vəfa xanımda isə qalxanmalı vəzin sol payında böyük ölçülü, 4.3 cm ölçülü, böyük ölçülü bu ölçüdə var, düyün var. Belə də palpasiya zamanında yaxınlaşdırın, burada hiss olunur. Sizdə udumada qadçım hissi olur, elə bir nəsə orada ilişir, belə bir hissiyat var. Tamam. Yəni bu bilavasitə sol payda yerləşən düyün, qida borusunun üzərində olduğundan, onu kompresiya sıxdığından xəstədə bu şikayətlər var və ikinci isə əməliyyata götürücü. İnşallah yaxşı əməkdən sonra hər iki pasiyent müsahibə verər. Nə tər oldu bizim komandanı seçdiniz siz? Qısaca siz tezlədir. Orada Instagramda Instagram mən tapdım, ona mən deyim. Allah yaxşı. Allah kömək olsun. İnşallah yaxşı olur.